Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Görürdüm ki, anamın yaşı getdikcə artır, xəstələnir. O qədər mənə pis təsir edirdi ki, bu təbiətin hökmüdür. Bir gün yaranan, bir gün də gedir. Anamın doğum gününə mahnı yazdırmışdım. Onu eşidə bildi. Klip çəkiləndə də anam xəstəxanada yatırdı. Klipdə xəstəxanada çəkmişəm. Xəbər verilir ki, bu sözləri xalq artisti Məlikə Əsədova günorta efir dəqiq verilişində deyib. Verilişin aparıcısı Lamiyə Ələkbərova bildirib ki, vəfat etməsinə əvvəl anası 2 dəfə Məlikə Əsədovaya zəng vurub. Lakin aktrisa verilişdə olduğu üçün telefonu aça bilməyib. O bildirib ki, bu hadisə aktrisaya pis təsir edib və depressiyaya düşüb. Məlikə Əsədova aparıcının sözlərini təsdiqləyərək əlavə edib. Görəsən mənə nə deyəcəkdi? Mən indi də bu sualı özümə verirəm. İndi də verilişdəyik, telefonunuz sönüb. Xəstə kimi olmuşdum. Görəsən mənə nə demək istəyirdi? Köməkçimə də zəng vurub ki, Məlikə nə vaxt evə gələcək. Ona deyiləsi sözüm var. Ay ana, çatmadım. Nə qədər sağdır, ana atanın qədrini bilin. Böyüklər evin ruzisi işığıdır. Uşaqlıqda bizim necə nazımızı çəkiblərsə, biz də yaşlananda onlarınkini çəkməliyik.